Sevgili dostlar, bu şənbə 31 may arıqlama workshopumuz vardır. Arıqlamaq istəyirsən, ancaq arıqlaya bilmirsən. 3 gün ac qalırsan, 4-cü gün daha çox yeməyə başlayırsan. Və yaxud o qədər diyet proqramları var ki, istifadə edirsən, amma görürsən ki, nəticə o deyil. Əslində, bütün davranışlarımız düşüncələrimizin yönündə irəliləyir. Görürsən, hansı düşüncədir ki, səni yemək yedizdirir. Bunlar qaynaqlanır keçmişdən. Keçmişdə bizə deyiblər ki, yeməyə axıracan ye, israf olmasın. Çox ye ki, güclü olasan. Bugün yemək ki, ola bilsin, sabah olmasın. Və s. bunun kimi ifadələr. Eyni zamanda güclü adamı kök görmüsən və özünə bilmədən kökəlməyə meyilli olursan. Bəzən bir şərtləndirmişik. Uşaq anada olanda yeyib içmək təşkil edirik. 1 yaş olanda yeyib içmək təşkil edirik. Məktəbə yenidə yeyib içmək təşkil edirik. Toy olanda yeyib içmək təşkil edirik. Və belə bir şərtlənmə olub. A olarsa B olsun. Yəni, sevinç halı lazımsa yeyib içmək lazımdır. Yorğunsan və yaxud sıxıntıdasan, çətinlikdəsən, avtomatik olaraq özünə bilmədən həmin o düşüncə orada işləməyə başlayır və gedirsən yemək yeməyə. Və bu workshopda sən öz içində olan inancları tapacaqsan, onları həll edəndən sonra səndə sürətli bir arıqlama prosesi gedəcəkdir. Dostlar, çox maraqlı bir workshopdur. Nömrəmi bildirirəm 050 475 9150. Hər birinizi gözləyirəm.